təşvə qalıb. Allah o məşqçilərdən fərqli olaraq vurmasının səbəbini demir. Verdiyi əziyyətin səbəbini demir ki, bu hansı cəhətdən gəldi sənə. O bilir, özü bilir. Bəzən biz səbəblər axtarırıq ki, görəsən niyə başıma bu işlər gəlir. Amma bəzən ləzzət elə bundadır ki, bilməyəsən. Etimad eləyəsən ki, Allah da o bilir. Allah xoş deyir bizlə onun arasında belə münasibət olsun. İmanın olsun ona. İmanın olsun. O mənim məsləhətimi bilir. O saat gedib axtarmayayım görəsən səbəb nədir? Axtarmaq olar, amma bəzən Allah özü gizlədir ki, biz etimad eləyək ona. Bəzi bəlalar var, əzablar var, günaha görədir. Bəziləri var, kəmala görədir, kamilliyə çatmaq üçündür. Biz bilmirik nə üçündür, nəyimizə lazımdır, nə üçündür. Çəkək bəlamızı, bir vaxt gələcək, biləcək. Dərhal vacib deyil, niyə belə oldu, bunu biləsən, vacib deyil. Bilsən, lap yaxşı, bilmədinsə də bilmədin. İnsan istiğfar eləsin, tövbə eləsin, hər halda bəla ilə rastlaşıb, bəlanı qəbul eləsin. Bəzən olub alimlər və yaxud da imamların zamanında, onlar ki, insanları tanıyırdılar. Gəliblər, məsələn, alimlərdən də çox, bəzi alimlərdən görmüşəm, deyir ki, məsələn, mən sıxıntılara düşmüşəm, baxıb deyib ki, sən günaha görə deyil bu. Elə şeylər istəmirsən Allahdan ki, ona çatmaq üçün bu sıxıntılar gəlir. İstəyirsən ki, məsələn, ilahi, məni özünə yaxın elə. Məni özünə yaxınlaşdır. Allah da ona uyğun başlayır sənə çətinliklər verməyə. Sən əlaqə tapa bilmirsən. Bu çətinliklə Allaha yaxınlıq arasında. Mən deyirəm, ilahi, məni özünə yaxın elə, bir nəfəri göndərir, məni təhqir edir. Bunun onunla nə əlaqəsi var? Əlaqəsi var. O bilir ki, sənin Allaha yaxınlaşmağına mane olan nədir? O təkəbbürdürsə, onu birinin əli ilə vuracaq. Ya məsələn, başqa bir hissdirsə, başqa bir imtihan verəcək. Bizim dualarımıza uyğun da görürsən, özü çətinliklər, sıxıntılar göndərir. Bilmirsən nə üçündür? İmanın olsun. İmanın olsun. Bizim mənəvi məşqçimiz bizə demir ki, bu hərəkətlər filan şey üçündür, bu çətinlik filan şey üçündür. Bəzilərinə bunu danışmalısan 15 gün. Özümə deyirəm, amma sizi təhqir kimi qəbul eləməyin. Bunu danışmalısan, hələ yenə də deyir, görəsən, qəbul eləyim çətinliyi, bəlkə bir rahat yolda var. Bəzisinə danışdıqca yenə qəbul eləmək istəmir. Bəziləri isə ləzzət alır çətinlikdən. Birini sevir, Allahı sevir, ixtiyarını verib Allahın əlinə. O vurduqca bu ləzzət alır. Ləzzət alır onunla. Nə üçün eləyir, nəyimə lazım, özü bilər. O mənim məsləhətimi məndən yaxşı bilir. Allahın verdiyi çətinliyi özünə hədiyyə bilir, dəyər bilir, neymət bilir. Heç bir adama açıb demək də istəmir. Görməzsən bu adamları ki, şikayət edirlər kiməsə ki, mənim problemlərim filandır. Heç, elə bilərsən, ən xoşbəxt adamdır. Əllamə Təbətabaya deyir ki, səbri getdim, Əllamə Qazidən öyrəndim. Mən deyir, çətinlikdə idim, getdim, gördüm ki, nə qədər uşağı, ailəsi, çörək tapmırlar yemək, oturub gülür, danışır. Heç elə bil bu dərdlərin sahibi deyil bu. Deyir, onun vücuduna baxdım, onun o halına baxdım, mənim halım dəyişdi. Ondan sonra çox rahat dözürdüm. Da dözüm yox, mənə xoş oldu. İnsan var ki, gizlədir, özdə əsir çətinliyin üstündə, sıxıntının üstündə. Sıxıntının aşiqidir, istəyir sıxıntı əlindən çıxmasın. Füzulinin bir qəzəli var. Məhşur qəzəlləri sırasındadır bu. Kitablarda da, qəzəl kitablarda da var. Mən çoxdan bu qəzəli oxumuşam, qeyd eləmişəm. Bu mövzu ilə üst-üstə gəlir. Var bir dərdim ki, çox dərmandan artıqdır mənə. Var bir dərdim ki, çox dərmandan artıqdır mənə. Qoy məni dərdimlə, dərman eyləmə, var ey həkim.
Gəl basıb əl nəbzimə, təşxisi qılsan dərdimi, al əmanət qılma hər bir dərdə izhar ey həkim. Deyir, birdən nəbzimi tutub xəstəliyimi müəyyən eləsən, bilsən ki, dərdim var, səndən xahişim var, əmanət qalsın yanında. Gedib, hər dərdi olmayan biganəyə deməyəsən ki, mən dərdliyəm. Bu, mənlə onun arasında qoy sir qalsın. Bu, aşiqlə məşuq arasında olan sirdir. O sirri gedib faş eləmə. Bu, onun mənə əmanətidir. Qoy bu dərdimi çəkim. Rənci çəkmə, sihhət ümmidin Füzulidən götür. Kim qəbul-i sihhət etməz böylə bimari həkim. Deyir ki, çox da əziyyət çəkmə. Ondansa mənə şad xəbər ver. Şad xəbər ver ki, sənin dərdin əlacsızdır. Sən əlacsız xəstəsən, onda mən şad olum. Çünki mənim kimi xəstələr sağalmaq arzusunda deyil. Sağalmaq ümidində deyil. Ən gözəli də budur. Gəl mənim tədbiri bihudəmdə sən bir səyi qıl, kim olan bu dərdə artıq raq giriftar ey həkim. Deyir, gəl səninlə belə bir iş görək həkimə deyir. Sən belə bir yol tap ki, biraz da dərdim çoxalsın, biraz da əziyyətim çoxalsın ki, Allah yolunda, haqq yolunda, məşuq yolunda əziyyət insan üçün şirindir. Onun üzərində, üstündə əsir, o dərdin onu tərk eləməsini istəmir. Bu birbaşa yenə də deyirəm, xəstəlik arzusu, bəla arzusu deyil. Bu, Allahla öz aranda olan o münasibətdə əziyyətlərə, çətinliklərə onun məsləhət bildiyi, onun ixtiyarında qalsın. Sən demə mənə bəla ver. Bu sözü belə dua eləməyə insan. Sən denən məsləhətim sənin əlindədir. Hədisdə var bu ki, siz xəstə kimi, Allah həkim kimidir. Xəstənin məsləhəti həkimin dediyini əməl eləməkdədir. Odur ki, ona tapşırın, o da müalicə eləsin sizi sıxıntılarla. Bir dənə hədis oxuyuram Peyğəmbərdən sizin üçün. Buyurur, mən kənə əksəru həmmihi neylə şəhəvat, nəzəə min qəlbihi həlavətəl iman. Çox gözəl hədisdir bu. Bir də oxuyuram sizin üçün. Mən kənə əksəru həmmihi neylə şəhəvat, nəzəə min qəlbihi həlavətəl iman. Buyurur, kim bu dünyada bütün səyi, çalışması, fikri, zikri, ləzzətlərə qovuşmaq olsa, Allah onun qəlbindən imanın şirinliyini çıxardar. İmandan ləzzət ala bilməz. Bəzilərinə bu hədisi desin, deyər ki, bəyəm imanın şirinliyi də olur ki, bu necə şeydir? İman şirin olmalıdır. İmanın şirinliyi nədir ki? Ona dinən ki, sənlə deyiləm, sən işində ol. Birinə dedilər ki, əyilib suyu içinə, qaldır su qabını başına çək. Əyilib su içəndə ağlın azalır. Dedi, ağıl nədir? Dedilər, hə, sən işində ol, sən narahat olma. Sən iç özün üçün. İnsanın imanının şirinliyi, bu hədisləri biz oxuyuruq, mənim kimi adam deyir, bəyəm iman da şirin olmalıdır ki, biz öyrəşmiş elə güclə, bəla ilə ibadət eləyək, ahla, zarla, necə şirin, necə ola bilər ki? Başqa şeyləri şirin bilirik. Mən sizə sual verirəm, məsələn, bir adamın ailəsi olsa, şirinliyi var? Bəli, var, bizim üçün var. Birinin uşağı varsa, onun üçün şirindir? Bəli, şirindir. Gedirsən, hovuzda çimirsən, sənin üçün şirindir? Bəli, şirindir. Gedirsən, məsələn, meşədə dostlarından dincəlirsən, şirindir, bəli. Bir nəfər var, səni çox istəyir, dostundur, onun səni sevməsi şirindir həyatda, bəli, şirindir. Sənə hörmət eləyirlər, deyirlər, filan kəs necəsən, ehtiram eləyirlər. Bir yerə girəndə bütün zal ayağa qalxır, şirinliyi var, bəli, şirindir. Səndən, məsələn, imza götürürlər, avtoqraf alırlar, şəkil çəkdirirlər səndən. Harada gördülər, deyirlər sənə fəda olum, sənə qurban olum. Bunların hamısı şirinliyi var, bəli, bunların hamısının şirinliyi var.
Elə şirinlikləri var ki, bizim başımız bu şirinliklərə qarşı. Amma bircə dəfə imanın, Allaha məhəbbətin, imanın şirinliyini datsaq, bütün bunların yerinin hamısını dolduracaq. Bunlara yer qalmayacaq. Bunların heç birinə yer qalmayacaq. Ürəkdə. Demirəm, getməyəcəksən, hovuza çinməyəcəksən, meşəyə gedib dincəlməyəcəksən. Onlar hamısı yerində qalacaq. Amma elə bir şirinlik iman verir insana ki, o bir şirinliklərdən azad edir insanı. Heç bir boşluq hiss eləmir insan içində. İman insanı Allahla dost eləyir. Odur ki, İmam Hüseyin ağa deyir, ilahi, səni tapan nəyi itirib? Səni tapanın nəyi yoxdur ki, ona möhtac olsun? Səni tapan nəyi itirib, səni itirən nəyi tapıb? Yəni, sənə imanı olsa, imanının ləzzətini datsa, başqa şeyə ehtiyacı qalmır. Biz ən mehriban varlıq olan Allaha iman gətirsək, bu iman Allahı bizə tərəf gətirəcək. Allah özü gəlib başımıza sığal çəkəcək. Əslində yaradılış bunun üçündür. Yaradılış bunun üçündür. Biz onu dadmamışıq. Harada Allah özündən danışır, Allah dalıca Ər-Rəhman Ər-Rəhim. Biz Allahı tanımamışıq, bizim üçün Allah qorxulu bir varlıqdır deyə onu sevə də bilmirik. Heç bilmirik ona iman bəsləməyin ləzzəti nədir. Biz elə bilirik, o oturub bizi əzab verməyə fürsət gəzir. Amma Allahı tanısaq, Rəhman və Rəhim olan Allaha iman gətirsək, o məhəbbət ürəyimizə düşsə, ondan şirin heç bir şey yoxdur.